Deməli, sizə yazdığım skripti göstərəcəm də. Bu əvvəl danışdığım var idi. Sistem qurmuşam, SMS gəldi telefona. Həmin SMS-i götürür, yazır sizin Google Sheet-inizə. Deməli, açaq Sheet-i. Burada məbləğlər biliyorsunuz avtomatik qeyd olunub. Solda isə mənim hesablamalardır da, hansı belə deyim, mağazadan gəlsə, hara yazacaq, grocery-dən eləsəz grocery yazacaq və yaxud da renti versəz renti yazacaq. Yəni belə hesablamalar avtomatik qurulub. Yəni SMS də gəldi telefona, kartınızdan ödəniş olundusa, bura yazılır avtomatik və Excel'in formulası ilə də qurursunuz, nəticə olaraq çıxarır, yazır müəyyən bir xanaya. İndi bu sistem hansı proqramla quruldu, onu göstərəcəm. Burada MacroDroid var, ancaq Androidlərdə işləyir. Çünki Apple'da belə bir sistem ümumiyyətlə qurmaq olmur, çünki təhlükəsizliyi ona icazə vermir. Deməli, MacroDroid olaraq 2 dənə makro sistem qurulub. Birinci sistem offline-dır, adından gördük. Birinci sistemdə online-dır. Online sistem trigger bölməsi var, action bölməsi var. Bunlar qurulub. Deməli, trigger bölməsində görürsünüz SMS from, kod da burada qeyd olunub. Was used contain. Əgər SMS içində contain was used for varsa, həmin SMS-i spesifik olaraq qeyd edir və ötürür set local variable string-ilə. Burada da kod qeyd olunub. Deməli, SMS body qeyd olunub. SMS body'də kod olaraq not text. Bu artıq JavaScript kodudur. Bunu Google Script qəbul edir və SMS-i göndərir öz sheet-inə. O sheet-dədir ki, müəyyən bir kod yazılır. Həmin kod vasitəsilə də ki, o sheet-dən müəyyən sənə lazım olan expense-i çıxarır və yaxud da tarixi çıxarır, qeyd edir sənin Excel faylına. İndi bu string, bu birinci string sənin deməli SMS body, SMS-i götürür, trigger atır bura və STP vasitəsi, STP artıq Excel-ə göndərmə prosesidir. Oxuyandan sonra həmin teksti göndərir STP vasitəsilə. Burada da qeyd olunan kod var şəxsində, görürsünüz kod vasitəsilə. Bunu da AI ilə yaratmışam. Bununla da göndərir deməli Excel-ə. Sonra set global value nə edir? Əgər internet olmayanda cloud-a yükləsin deyə o sistem necə işləyir burada? Görürsünüz, burada 3 dənə if şərti qurulub və prosesi mən 4 dənə maksimum ödəniş eləyəndə yazılır. Elə qurmuşam. Yəni artıq da eləyə bilərdim. Sadəcə mən təxmin elədim ki, mən offline olanda maksimum 4 dənə ödəniş eləyə bilərəm də arda-arda. 4 dənə ödənişdə, yəni 4-ündə yazacaq online-a keçən kimi. Deməli, nə olur? STP